Dostlar, bilmirəm sizin də qarşınıza çıxıb ya yox. Görmüş olarsınız. Olur ki, valideyn uşağın təhsilinə 5-6 illik təhsilinə 12-15 min manat ən çoxu deyək xərcləmək istəmir. 6 ildə tapıb verəsən də bu pulu. Vermə imkanı olan, yəni gəliri olan, uşaq oxutmaq istəyən valideynlərdən söhbət gedir. 12-15 min manatı, 10 min manatı deyək, universitetə aparıb vermək istəmir. Onsuz da təhsil pulludur da. Yəni biz Finlandiyada yaşamırıq ki. Amma görürsən həmən o valideynlər, o səriştəsiz valideyn məsələsinə gəlib çıxır bütün. Bu nüanslar gəlir ora çıxır, təcrübələr gəlir hamısı ora çıxır ki, o pulu vermək istəməyən valideyn 5-6 ildən sonra uşaq oxumur, savad yox, düşüncə yox. Və bu xəstə anormal cəmiyyətdə o uşaq yekəlir, yetişmir. Başqa mənada, elə yetişir ki, mənfi mənada yetişir. Və bu uşağın təhsili yox, heç bir şey yox, amma pulu var. Görürsən, həmən o valideyn razı deyildi 5-6 il içində 12-15 min manat versin, o uşağı oxutsun. Amma səhər gəlir bir hoqqa çıxır, vay, uşaq düşdü polis şöbəsinə. Uşağın işi düşdü polisə. Aparır həmən valideyn bir gecədə 15 min, 12 min